30 yaş. Bəlkə də bu həyatımın ən gözəl dövrü idi. Amma bir qəza hər şeyi yarımçıq qoydu. Mən Hüseynova Şəfa. Mən sadəcə evə çatacağımı düşünürdüm. Amma o yol mənim son yolum oldu. Mən sadəcə yol gedirdim. Taleyim məni hara apardığını bilmədən. Bəlkə də son mahnımı oxuduğumu bilmədən oxudum. Mən 2005-ci ildə dekabrın 3-ü ailəm ilə birgə Saatlı rayonuna yaxınımızın xeyir işinə getdik. Toyda son dəfə anamla şəkil çəkdirdim. Qayıdan zaman avtomobili qardaşım idarə edirdi. Qəza qəfil baş verdi. Nə biləydik bu yol bizim sonumuzdur. Anam hadisə yerində qardaşımı huşsuz göründüyü üçün həyəcandan anamın ürəyi dayanıb. Mən isə beyin travması aldığım üçün 3 gün komada qalıb dünyadan köçdüm. Heç kim istəməzdi belə olsun. Səhnələrdən ayrılacağımı heç düşünməzdim. Hər şey bir anda bitdi. Mahnılarım yarım qaldı. Arzularım da mənimlə birlikdə. Məni sevən insanlar səsimə qulaq asacaqlar. Amma mən artıq onların yanında olmayacağam. Həyat çox qısa idi. İnsan bunu ən çox gedərkən anlayır. Mən getdim. Mənim hekayəm yarım qaldı. Amma bəlkə bir mahnımda, bir xatirədə yenə yaşaram.